Quruluş günü münasibətilə Binəqədi rayonunda keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Sonra Azərbaycan səninlədir, sənsiz deyil adlı 6-cı yaradıcılıq festivalının qaliblərinin yekun konsert proqramı oldu. Rayon rəhbərliyi, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert proqramında istedadlı uşaqların ifasında ulu öndərə həsr olunan Azərbaycanı və vətənpərvərliyi tərənnüm edən mahnılar və şeirlər səsləndirildi. Təqdim olunan bir-birindən gözəl rəqs nümunələri bayram konsertinə xüsusi rəng qatdı. Sonra müxtəlif nominasiyalar üzrə qaliblərə diplomlar təqdim olundu. Milli Məclisin deputatı Azay Quliyev, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə güclü dövlətçiliyin təməlinin qoyulduğunu vurğuladı. Bildirdi ki, 1993-cü ilin 15 iyun günü Böyük Xilaskarlıq missiyasının başlanğıcı Milli Qurtuluş günü kimi tariximizə və taleyimizə yazılıb. Milli Qurtuluş gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləttin İskəndərov bildirdi ki, bu tarixi gün bir tərəfdən Heydər Əliyevin əzəmətinin və qüdrətinin, digər tərəfdən Azərbaycan xalqının müdrikliyinin və siyasi kamilliyinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimiz yolunda misilsiz xidmətləri olduğunu deyən Xaləttin İskəndərov bildirdi ki, indi bu missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Binəqədi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi, 26 saylı uşaq və gənclərin yaradıcılıq mərkəzi ilə birgə təşkil etdiyi Milli Qurtuluş gününə həsr olunan bayram tədbiri festival qaliblərinin ifasında Yaşa Mənim Xalqım mahnısının səsləndirilməsi ilə başa çatdı.